Dünya bugün sonuncu təhlükəsizlik kəmərini də itirir. Amerika və Rusiya arasında nüvə silahlarına nəzarət edən o məşhur start müqaviləsinin vaxtı bugün bitdi. Çoxlarına bu sadəcə hüquqi bir sənədin yox olması kimi görünür. Amma dünya 80-ci illərdəki soyuq müharibə dövründən bəri ilk dəfə nəzarətsiz bir güc yarışının ortasında qalır. Rəsmi Moskva deyir ki, qaydalar bitsə də biz hələlik məsuliyyətli davranacağıq. Lakin dərhal da əlavə eləyir ki, ilk növbədə öz milli maraqlarını əsas götürəcək. Bəs bu nəzarətsiz gələcək bizi hara aparır? Daha ətraflı Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov danışacaq. Strateji hücum silahlarının məhdudlaşdırılması müqaviləsinin müddəti Rusiya ilə Qərb arasındakı münasibətlərin 10 illiklər ərzində ən aşağı nöqtəsinə qədər pisləşdiyi bir vaxtda başa çatır. Rusiyada hesab edirlər ki, Moskva start müqaviləsinin müddəti bitdikdən sonra silah məhdudiyyətlərinin olmaması ilə bağlı yeni reallığa hazırdır. Rusiya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdən danışırıqsa, xüsusilə Amerika tərəfi üçün bu kifayət qədər aktuallıq kəsb edir. Dünyaya ümumilikdə baxsaq, bu silahlanma artıq gedir. Adı tez-tez çəkilən Çin buna bir nümunədir. Bəzi ölkələr də strateji nüvə qüvvələrini sadəcə artırmağa çalışırlar. ABŞ daxilində isə müzakirələr gedir. Nüvə arsenalının sayını artırmaq lazımdırmı? Çünki hazırda onların əsas problemi üçlük problemi adlanır. Bu o deməkdir ki, ABŞ iki ölkəni eyni anda yayındırmalıdır. Hər birinin nüvə potensialı ABŞ ilə müqayisə oluna bilər. Bunlar Rusiya və Çindir. Amerikalıların proqnozuna görə 2030-cu illərin ortalarında Çin ABŞ ilə başlıca nüvə başlıqları sayında bərabərlik əldə edə bilər. Ekspertlər hesab edirlər ki, Çinin nüvə potensialı Moskva tərəfindən nəzərə alınır. Çünki beynəlxalq siyasətdə niyyətlərdən daha çox imkanlar önəmlidir. Rusiya 2023-cü ildən bəri starta qatılmır və bu müddət ərzində məlumat mübadiləsi aparılmayıb. Rusiyanın narahatlığı əsasən mövcud strateji nüvə daşıyıcı sistemlərinin dayanıqlığı ilə bağlıdır. Fikrimcə, bu bəzi yeni strateji sistemlərin, məsələn, Putin tərəfindən test edildiyi elan olunan Poseidon kimi sistemlərin yaradılması və sınaqlarına səbəb olub. Rusiya tərəfi beləliklə strateji arsenalının həm dayanıqlığını, həm də müxtəlifliyini artırmağa çalışır. Eyni zamanda bu yeni sistemlərin əksəriyyəti start sazişinin şərtlərinə daxil deyil. Rusiyada hesab edirlər ki, Vaşinqtonun düşmən kursunun köklü şəkildə yenidən nəzərdən keçirilməsi baş vermədən iki ölkə arasında strateji sabitlik üzrə dialoq mümkün deyil. На все предложения Российской Федерации. Amerika Birləşmiş Ştatları Rusiyanın müqavilənin müddətinin bir il uzadılması ilə bağlı təkliflərinə heç bir cavab vermədi. Fikrimcə, Vaşinqtonun bu addımına cavab olaraq Moskva fasilə götürəcək. Bu məsələdə hər kəs Moskvanı daha da günahlandıra bilməz. Moskva öz yolu ilə gedəcək. Mümkündür ki, Rusiya öz strateji silahlarının sayını daha da çoxaltsın. Lakin bu o demək deyil ki, Rusiyanın hazırda strateji nüvə başlıqları lazımə qədər deyil. Moskvanın yer kürəsini bir neçə dəfə məhv edə biləcək kifayət qədər strateji nüvə başlığı var. Bu müqavilə və təhlükəsizlik sistemi o zaman formalaşmışdı ki, iki qütblü dünya vardı, SSR və ABŞ. Lakin bu sistem çöktü. Bundan sonra ABŞ-nin hegemonluğu ilə tək qütblü dünya düzəni yaratmağa cəhd olundu. Daha sonra çox qütblü dünya prinsipi. Bugün isə bu iki prinsip arasında rəqabət gedir. Bugün hələ heç nə müəyyənləşməyib. Yeni təhlükəsizlik sistemi ilə bağlı müqavilə yalnız bu iki prinsipdən biri qalib gəldikdə imzalanacaq. Ya hamı tək qütblü dünyada ABŞ-nin hegemonluğu altında yaşamağı qəbul edəcək, ya da çox qütblü dünya düzəni prinsipini qəbul edəcək. O zaman yeni start müqaviləsi imzalanacaq. Rusiya rəsmiləri hesab edirlər ki, Vaşinqtonun Putinin start müqaviləsinin müddəti bitdikdən sonra məhdudiyyətləri qorumaq təklifinə cavab verməməsi də bir cavabdır. Moskva startın tərəflərinin artıq müqavilənin öhdəlikləri ilə bağlı olmadığını və növbəti addımları seçməkdə sərbəst olduqlarını da açıqlayıb. Kreml start müqaviləsinin müddəti bitdikdən sonra vəziyyətin hadisələrin gələcək inkişafından asılı olacağını açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın mövcud reallığı qəbul etdiyini, Rusiyanın ya strateji silahların sayını artıracağını ya da digər ölkələri bu proseslər üzərində nəzarəti davam etdirməyə razı salmağa çalışacaqlarını söyləyib.
Kreml rəsmisi vurğulayıb ki, bu vəziyyət beynəlxalq nüvə silahlarına nəzarət sistemi və strateji sabitlik baxımından mənfi nəticələr doğura bilər. Fərid Əkbərov, İTV Xəbər, Moskva.